Hamza salam uşaqlar, Azərbaycan ən bomba YouTube kanalına xoş gəlmisiniz. Kanalımda 300-dən 350 dənə entertainment, əylənəcə videosu var. Amma siz hələ də gəlib mənim imtahan dərs videolarıma baxırsınız. Baxırsınız, baxın da nə edeyim hemen. Çünki baxmalısınız, təhsil bizim gələcəyimizdir. Bugün bildiyiniz kimi 9 martda buraxılış imtahanı olub, ikinci buraxılış imtahanı olub. Mən də qaqavız olaraq sizə imtahan suallarını gətirmişəm. Bu günləri Azərbaycan dilinin, bu videoda Azərbaycan dilinin biraz suallarına baxacağıq. Mən özüm 2023-cü il məzunuyam. Sizə bu sualları həll edəcəm, cavablarını deyəcəm. Sizə biraz kömək olacağım, motivasiya verəcəm. Amma bir dənə biz buradan keçək. Hoppa! Kameraman da gəlsin. Oo, ite bax oradan, iti çək, iti çək. Çırpan! Bayaqdan gəlirdi, ne gəldi bura? Gücün çatmır bura atlamağa. Nəysə, o tərəfdə çoxlu itlər var uşaqlar. Açığı qorxuram biraz. Amma sizə görə bu videonu çəkəcəm. Mən Azərbaycanla bomba YouTube kanalı olduğumu yenə də sübut eləyəcəm. Ay, qumda batıram ya mən. Kameraman qumda batdığını deyib şikayət eləyir, amma eybi yoxdur. Biz bugün gedə-gedə elmi mətni oxumayacağım təbii ki, çünki elmi mətn mənim başım üçün deyil. Bu video bilsizdə nədir uşaqlar? 50 dəfə demişəm, yenə də deyirəm. Siz bu video apar valideynlərinizə göstərin ki, görün cəmaat nə gündədir. O tərifliləri cəmaatın uşağına. Gedin göstərin ki, nə gündədir. Siz YouTube'da gedib müəllimlərin videolarına baxıb deyirsiniz ki, ay zibil nə pis oldu, mən pis yazmışam. Amma bu videoya baxıb deyəcəksiniz ki, bu bədbəxt bu gündədirsə, gör mən nə yaxşı vəziyyətdəyəm. Bəli. Bir dənə uşaqlar oturub başlayırıq. Mən bir dənə ətrafa baxım. Görüm İqtisad əhatəmizdə yoxdur. O tərəfdə bir dənə it oturub. Çoxunu yiyir. Biz burada heç nədən qorxmuq. Gəldi. İnşallah gəlməz. Allahım nə olar gəlməsin. Başlayaq 31-ci sualdan. Azərbaycan dilini eləyirik. Gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Çək sualı. 31-in cavabı C-dir uşaqlar. İnanmamaq. Gözü su içmir. Mənim bu insandan gözüm su içmədi. Yəni mən bu insana inanmadım deməkdir gözü su içməmək. Ən çətin şəraitdə çəkdiyim video ola bilər. Bu arada birazdan o dənizi çək, dənizə də girəcəyik. Dəniz qırağındayıq təbii ki. Sadəcə 1-2 dənə sual izah edeyim. Bilin ki, mən necə ciddi bir oğlanam. 32. Söz sırasının pozğunluğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Söz sırasının pozğunluğu. Pozğunluq nədir? Pozğunluğuna üzr istəyirəm, səhv oxudum. 32-ci sualda cavab açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vurhavuru. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim işlənmişdir? Mən bu sualı bərkdən oxuyuram ki, başa düşüm də, yoxsa başa düşmürəm sualları. Sizə də məsləhət görürəm ki, bərkdən oxumalısınız. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vurhavuru. Məncə cavab budur uşaqlar. Siz də yenə də mən səhv deyirəmsə yorumlarda öz fikrinizi yazın. Düz deyirəmsə videoya like atın. Amma səhv deyirəmsə də like atın. 33-cü suala baxıram. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Mən müqayisə bildiyim müqayisə, axırıncı eşitdiyim müqayisə 4 kiçikdir 5 müqayisəsidir. Yəni mən burada bir müqayisə eləyə bilməyəcəyimə görə keçirik 34-cü suala. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Bildiyiniz kimi zərf əsas nitq hissəsidir. Zərfin hansı növləri olacaq? Zaman var, tərz hərəkət var, cırt var, pırt var. İndi biz buradan da ən önəmlisi pırtdır bu arada. Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Deməli, Cavanşir bir qədər dincəlib yoluna davam etdi. Davam etdi xəbərdir. Hara davam etdi? Yoluna. Burada zərflik bu yolunadır. Zərfli idi. Nədir? Axır zərfdir deyəsən. Zərf ayrıdır, zərflik ayrıdır. Biz kəndə çatanda meşədəki torağayların səsi güclə eşidilirdi. Necə? Güclə. Mənim fikrimcə cavaba baxmamış mən deyim ki, güclə tərz hərəkət zərfidir. Yoluna davam edirdi. Kəmiyyətdir məncə. Bir qədər dincəlib yoluna davam edirdi. Zərf orada bir qədərdir. Uşaqlar, üzr istəyirəm. Mən qarışdırdım. Zərf orada bir qədərdir. Cavab D variantıdır uşaqlar. 34-də D-dır. Biraz külək səbəbi ilə suallarımız yaxşı düşməyə bilər. 35-ci sual. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Ekspres, ədliyyə, ilbəil. Tüpürdüm uşaqlar. Bura üzr istəyirəm ona görə. Valla mən yazılış deyiliş bilmirəm. Mən təsəvvür edin ki,
Təsəvvür edin ki, mən uşaqlıqda dəftər sözünü deyə bilmədiyimə görə mən lokopetin yanına getmişəm. Mən indi burada hansı düz yazılır, hansı səhv yazılır bilənəm. 36-cı sual bir dənə qrammatika qutarsaydı tərrədim, girib sərinlənərdim biraz. 36-da uyğunluğu müəyyənləşdirin, ismi birləşmə işlənmişdir. Uy da uşaqlar, bu nə uzun sualdır belə. Bu boyda uzun suala mən burada dona cavab verəcəyəm. Zarafat edirəm, bu arada donmuram, sadəcə olaraq pişə də deyə bilmirəm. Hava elə qəşəngdir ki, maşallah, maşallah. Havalar yaxşı keçir uşaqlar. Amma risk dayılar olur, belə havalardan söhbət eləməyə başlayırlar. Havalar çox qəşəng keçir, havalar. Üzr istəyirəm. 37-ci sualda hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmamışdır? Mənim fikrincə ya bundadır, ya bunda. Halva çörək dükanda. Allah baba dedi ki, bundadır. D variantı oldu, amma biz yenə də o birisi yanıtmacıda oxuyaq. Portakalı soydum, başucuma koydum. Portakal yaman forstudur, Nizaminin dostudur. Yenə D oldu. Deməli, burada cavab D variantıdır. 38 də çox uzundur uşaqlar. Mənim, yəni burada məsələn elə sözlər var ki, mən hətta bunların mənalarını bilmirəm. Məsələn, leksik sözü. Leksik sözü uşaqlar, bu nədir? Elə bil ki, pis söz zatdır mənə deyir bu. Ona görə mən 38 eləmirəm. 39-cu sualda isə cavab budur. Çünki dostumdan istədim. Dostum mənə doğru cavabın bu olduğunu dedi. Dostum bu arada 600-dən çox bal yığan dostumdur. Ona görə mən ona inanaraq 39-cu sualı eləmirəm. 40-cı suala keçməmişdən öncə mən tərrədiyimə görə gedirik tim eləməyə. Dəniz sezonunu açıram uşaqlar. Dəniz sezonunu açıram, amma təbii ki, belə açmıram. Tez bir dənə əynimi dəyişim keçim. Səməni, saxla məni deyərək başlayırıq bədii mətnimizə oxumağa. Mətnin adı bir ildir. Qəribə sentyabr idi. Sentyabr nədir? Allah, fevral deyə, mart deyə, donuram. 11 il sentyabr ərzində məktəbin yolunda addımlamışdım. Amma indi zavodun yolunu, it yoxdur. Zavodun yolunda addımlayırdım. Bir neçə, donuram mən. Bir neçə ay əvvəl işdən çıxan anamın israrına fikir verməyərək qəbul imtahanına getməmişdim. Qəbul imtahanına getməmsən, sən poxuva düşmüşəm mən. Sən getsəydin bu hekayə olmazdı. Mən də bu hekayəni oxumaq məcburiyyətində qalmazdım. Qəbul imtahanına getməmişdim. Su görüm necədir uşaqlar? Su əladır. Martda su necə olacaq uşaqlar? Sizdə necə olacaq? Amma mən dizə qədər girməliyəm. Səməni, saxla məni, qurban olum səməni, sən saxla məni, səməni. Pis yollardan, pis insanlardan saxla məni, səməni. Biraz yaxına gəl bro, səsim düşsün. Brigada yoldaşlarım, qocaman usta Səlim, Muxtar Əhdər kişinin, Bəhdər kişinin bu qulağından girib, o biri qulaq. Vətən səsən Fuad obrazı ilə bağlı doğru fikirləri seçin. Üçüncüdə deyir ki, usta Səlimin səmimi münasibət qurmağa nail olmuşdur. İşinin cəlilə görmüşdür, cənab odur, qaçdıq. Ay bırak, baxışda səhə üstüsü oldu. Donuram. Şəbitləri giyin, bırak, gəl dalım da, bırak. Mənə ver qətləmanı. Allah qətvə düşdü yerə. Usta Səlimi də söyüm. Nə bilim, bu mətni yazanı söymirəm. Çünki birdən mətni yazan adam həyatda var. Amma Səlim deyə bir adam yoxdur. Uşaqlarca mətni sualların belə çək üstündə bəzilərini işləmişəm. Doğru cavabları buradan götürə bilərsiniz. Yaxşı çək, insanlar yaxşı götürsünlər, yazıqdılar. Doğru cavablar deyəndə mən bildiyimə görə cavablar belədir uşaqlar. Mən bildiyimə görə cavablar belədir. Videoya like atmağı, kanala abunə olmağı unutmayın. Siz hələ belə imtahan cavab videosu görməmişdiniz heç yerdə. Bunu qaqavı sizsin elədi. Sağ olun. Like atın, abunə olun. Uşaqlar, videomu bitirdim. Yadıma düşdü ki, elmi mətni hələ də eləməmişəm. Ağırlığım, uğurluğum bu tonqalda yansın. Uşaqlar, imtahan suallarını bura atıb yandırmaq istəyirəm bu dəqiqə. Sadəcə burada başqa obyektlər var. Onlar mənim üstümə qışqırarlar. Gəlib məni belə yerə uzandırıb döyərlər. Qum uşaqlar.
Kuma uzanaq biz biraz da qaralaq. Ah. Dəniz sezonunu erkən açmanın sevinci var üstümdə. Elmi mətni sizə göstərmədiyimi unuttum. Elmi mətndə qaqavı sizə belənti göstərsin, yaxşı çək. Qaqavız donur. Şikəst olacaq birazdan soyuqdan donub qalacam burada. İt gəlmir, qorxuram Sadiq, panik atakım var. Gəlir. Allah xiyar elədim mən. Dəli olardım mən. Gəl bir dənə bunu çək. Pis uşaqlar. Mən burada zaqar almağa hələ də davam edirəm. Sizsə bu videoya like atmağı, kanala aşağıda abunə olmağı unutmayın. Sevirəm sizi. Bitirək Sadiq. Səncə keçdi, yaxşıdır. Bilmirəm. Niyə bilərik başqa yedi də? Bitirək. Salam aleyküm abi. Necəsən? Cəmaət baxır deyir ki bu giz neyinir? Mən də onlara salam verirəm, göstərirəm ki, yəni sizin giz dediyiniz necə panyatqalarlandır, sizə salam verir. Belə panyatka olur ha. Yəni mən day sizi sevdiyimə görə, sizə motivasiya vermək istədiyimə görə, biraz imtahan stresindən sizi çıxartmaq istədiyimə görə bu boyda əziyyət çəkdim. Siz hələ də abunə olmamışsınızsa day. Sağ olun.